Əgər sənin quşa həvəsin varsa, sən əgər o quşu axırıcan saxlayacaqsansa, sənin ona həvəsin varsa, sən quşbaz olacaqsan. Yox, əgər sən elə bir damcıdan atıb qapı vəskini uçurdacaqsan, bedbaxt eləyəcəksənsə, o quşbaz ola bilməz. Quşa gərək həvəsin olsun. Quşa gərək həvəsələn olsun. 25-ci ilin axırıncı padar. Quşun üstündə gərək gözün olsun. 26-cı ildə görüşəcək inşallah. Yəni deməyim odur ki, quşbazlığı hələ eləməlidir. Bir də bax, gələcək nəsillə belə deyim, zamanlara tövsiyəmiz nədir? Bir dənə yalan danışmaq quşbazlıqda. Yalan quşu gözdən salar. Özün də həvəsi ölər. Həvəsi qalmaz. Uçmayıb bir saat.